Salam, hörmətli tamaşaçılar. Ağrı verilişi ilə ikinci dəfədir sizin görüşünüzə gəlirik. İlk verilişdən sonra redaksiyamıza gələnlərdən, məktublardan, telefon zənglərindən aydın oldu ki, haqqında söz açdığımız ağrı hamının ağrısıdır. Yəni təkcə yurt yuva, torpaq itirənlərin yox, bu göynərtini görməyənlərin də ağrısıdır. Zaman zaman Azərbaycan torpaqlarının daralması, Qərbi Azərbaycana Ermənistan adı verilməsi, Qafqaza və xüsusilə Azərbaycana ermənilərin köçürülməsi bizə çox baha başa gəldi. Yəni dünənki, bugünkü, ümummilli ağrılarımıza səbəb oldu. Ermənilər özlərinə yazıq bir millət kimi qələmə versələr də çox qan qadaların səbəb olublar. Ermənilərin qədim bir xalq, Ermənistan deyilən dövlətin isə qədim bir dövlət olmasını gözə soxmağa çalışsalar da, tarixi faktlar tamam bombaşqadır. Bugünkü söhbətimizdə buna həsr olunur. Verilişimizin qonaqları Sabir Əsədov, fəlsəfə elmləri namizədi, Ermənistan Azərbaycanlıların tarixi coğrafiyası kitabının müəlliflərindən biri. Süleyman Məmmədov, tarix elmləri doktoru, professor, Azərbaycan Pedaqoji Universitetinin Azərbaycan Tarixi Kafedrasının müdiri. Nazim Mustafa, Milli Münasibətlər İnstitutunun əməkdaşı. Qonşu haqqı Tanrı haqqıdır. Qonşu haqqı torpaq haqqıdır. Bu haqq haqdan gələndir, müqəddəslikdir. Bu müqəddəsliyi ayaqlamaq, insanlığı, haqqı, halallığı ayaqlamaqdır. Və bu müqəddəsliyi qonşu dediyimiz ermənilər dəfələrlə ayaqlayıblar. Yüz minlərlə günahsız insanların qanının axmasına, adamların isti yurt yuvalarını tərk etməsinə bais olublar. Zaman zaman ermənilərin törətdikləri vəhşilikləri yer də götürdü, göy də, biz də. Çox təəssüflər olsun ki, erməni vurduğu yaraların biri sağalmamış, o birini almışıq və heç birindən də nəticə çıxarmamışıq. Unutqanlığın və keçmişi öyrənməməyimizin nəticəsidir ki, mənəviyyatca, sayca bizdən qat-qat aşağı olan ermənilər nəinki bugün Ermənistan adlanan Qərbi Azərbaycanda, Qarabağda, onun ətrafındakı bölgələrimizdə də at oynadırlar. Bugünkü ağrılarımızın kökü çox dərinə gedir və bu ağrıların əksəriyyəti ermənilərlə bağlıdır. Ermənilər həmişə deyirlər ki, qədim Ermənistan olub, böyük Ermənistan olub və az qala əhalinin və ərazisinin haqqında onlar fantastik məlumat verirlər. Sabir, mən xahiş edirəm bu haqqında. İndi Ermənistan adlanan Qərbi Azərbaycandan milyon yarım Azərbaycanlı kullanılıb burada. Yarım milyon Azərbaycanlı qətlə yetirir. Özlərine qəddarlığına. Təəccüblü burasıdır ki, bunlar haqqında dünyanın heç yerində məlumat yoxdur. Bunun hamısını mən çox axtarırım. Nə üçün bizim xalqımızın başına belə fəlakətlər gəlsin? Və nə üçün dünya ictimaiyyəti bunlardan xəbərsiz olsun? Belə məlum olur ki, indi olduğu kimi əvvəllərdə də bizdə informasiya blokadası olur. Bizim yazılı ədəbiyyatımız Azərbaycandan kənara çıxmıyor. Azərbaycanlılar haqqında yazılanları əsasən indiki Azərbaycanın ərazisində olanlar haqqında yazılır. Lakin əsl məsələ xalqın bütövlükdə hamısının başına gələn fəlakətləri aşkar eləmək, bildirmək lazımdır. Bir Süleyman Qocabaş deyilən Türk tarixçisinin gözəl bir əsəri var. Erməni məsələsi nədir, nə deyildir? Və bu məsələdə izah edir ki, bütün Türkiyədə 1914-cü ildə cəmi 1.270.000 erməni oldu. Bu dəqiq səhih məlumatdır. Ermənilər yazır ki, 15-ci ildə 2 milyon Türkiyədə erməni qırılıb. Əslində necə olur? 700.000 türk qırılıb, 300.000 erməni qırılıb. Bu məlumatlar Amerikaya çatdırılıb, əksinə heç bir türk qırılmayıb, milyon yarım erməni qırılıb. İnformasiya blokadası dediyim buydu. İndi də belə devam ediyor. Biz qaçqınlıq dövründədir. 32 il bundan əvvəl mən İnqilab Müzeyi deyilən bir müzeyə gəlmişəm.
Bu indi göstereceğimiz xəritə Böyük Ermənistan xəritəsini birinci də burada gördüm. Özdə təəccübləndim ki, doğrudan mı belə bir Ermənistan oldu? O ildən keçən 32 il ərzində mən ancaq bununla məşğulam. Bu Böyük Ermənistan deyilən nə? Mən indi işlədiyim belə bir kitab var üzərində işləyirəm. Böyük Ermənistan Xülyası adı belədir. Bunun üçün yalnız erməni dilində 1000-dən artıq kitab oxumuşam. Və bu kitablar hamısı bir-birinə zidd olan saxta fikirlərdən başqa bir şey deyil. Bunları mənim də kitabda bir-bir göstərirəm. Onun dediklərini və onun əleyhdarlarını dediklərini, tarixi saxtalaşdırmaq necə olur, bunları izah edirəm. Bu yaxınlarda ermənilərin daha bir kitabı çıxıb, Ermənistanın tarixi coğrafiyası. Bu iki xəritə Böyük Ermənistan xəritəsi və Ermənistan yaylası, Armyanski Naqori deyirlər buna. Bu xəritə. İkisi də bir kitabın içərisindən gətirilib. Burada kitabın içərisində də yazılır, xəritədə də göstərilir ki, bunlar təqribən eynidir. Yəni, Ermənistan yaylasının 400.000 kvadrat kilometr sahəsi var. Bu sahə hamısı Böyük Ermənistandır. Yəni, Böyük Ermənistanın 400.000 kvadrat kilometr sahəsi olur. Elə buna görə, bax, bunlarla maraqlarına gedib belə bir fakt tapmışam. Əvvələn, nə üçün Ermənistan yaylası? Ermənistan yaylası necə olur ki, İran yaylasında daxil, Qafqazda daxil edir özünə. Sonra məlum oldu ki, Abix deyilən bir Alman geologu bir kitab yazır, Geologiya Armyansk Naqori. Bu kitabda tərcümə edilən zaman bu adam yazıb Dağlıq Ermənistanın geologiyası. Tərcüməçi götürüb eləyib Geologiya Armyansk Naqori. Özdə üzr istəyir ki, mən bunu gördüm, məzmuna uyğun deyil, amma hər halda qəbul edədilər, ona görə bu tərcüməsini sən. Deməli, bu 1899-cu ildə çıxan kitabda birinci dəfə Armyansk Naqori söz işlərilir. Ondan sonraki dövrdə bütün çıxan erməni kitablarının hamısında bir fikir gedir ki, Armyansk Naqori ermənilərin məskənidir, yeridir. Böyük Ermənistan adı ilə tərtib olunan bu xəritə erməni saxtakarlığından və xülyasından başqa bir şey deyil. Doğrudan da bu ərazilərdə erməni yaşayıbsa, bəs bu ermənilər birdən-birə hara getdilər? Bir də əgər bu ərazilərdə ermənilər yaşayıbsa, bəs nəyə görə bütün yer yurd adları, bütün toponimlər Azəri türkçəsindədir? Özü də özlərinin tərtib etdiyi xəritələrdə. Bir də əgər dünyada bu qədər erməni yaşamış olsaydı, necə deyərlər, iki ölünü bir-birini bir yerdə qoymazlar. Yəni bütün dünyanı qana çalxıyardılar. Ermənistan dövləti olubmu? Olubsa hansı ərazini əhatə edir və nə vaxt olubdur? Böyük Ermənistan, Kiçik Ermənistan bunlar hamı uydurma şeylərdir. Onu deyim ki, son 89-cu ilə qədər erməni tarixşünaslığında belə bir fikir vardır ki, Urartu ermənilərin əcdadlarıdır, səbəbləridir. 89-cu ildə mən Komünist qəzetində belə bir şey oxudum. Bunlar yazır ki, Urartu dövlətinin ermənilərin əcdad olması fikirdən son qoymaq lazım. Belə fikir düzdür. İndi başlayıblar artıq yazmağa ki, Urartun. Halbuki bütün Urartunun qazıntılarını da hamısını belə çıxırdılar ki, bu bizim qazıntılardır. Erebuniyə qədər, Erevan şəhərinə qədər ki, qazıntı edirlər. Bunların saxtakarlığını demək üçün mən bizə də nə fark gətirir. Bu Abixin kitabında böyük kitabdır. Ermənistan yaylasından danışılır. Lakin Ermənistan yaylasında gətirilən bütün dağların yer adlarının 300'ünün cəmi ikisi ermənidir. Qalan hamısı türk toponimidir. Bunları mən o kitabda verəcəyim, hamısını çıxartmışam. 300 toponimi üçün də yazmışam. Sarıqaya, ermənilerde Sarıqaya var. Bunlar hamısı deyilən türk toponimləri yazıb çıxartmışam. Bizim ən böyük səhvimiz nədən ibarətdir?
bunların bu saxtakarlığına qarşı heç vaxt mübarizə aparmamışdır. Mən məsələ izləyəndə İlya Çavçavadze'nin birinci kitabını göstərir, 1900 çap olunan kitabını. Kişi kimin deyir ki, bu ermənilərin yazdığı başdan ayağa saxtadır. Saxtadır, saxtakarlıqdır. Urartu dövlət haqqında dillər, fikirlər. Bundan sonra Türk tarixçisi Kamran Gürgün, onun Armenska Dasyok kitabı var. Burada bütün ermənilərin tarixinin saxtakarlığını açıq göstərir. Bunu gözəl bir təşəbbüs göstəriblər. Türkçe olan bu kitabı Rusça tərcümə edib Bakı buraxdı. Bir də Veneşkonun Qafqaz əsəri var. Veneşkonun Qafqaz əsərində də var. Bu millət haqqında, xalq haqqında. Burada isə tarixşünaslıq haqqında böyük fikirlər var ki, bunların dediği hamısı saxta şeylər. Azərbaycan tarixi, Azərbaycanın tarixidir. Nə Ermənistan Azərbaycanları, yəni Oğuz Azərbaycanları, nə Gürcistan Azərbaycanları, nə Rusiya Azərbaycanları haqqında bəhs edəmir. Nə də Cənubi Azərbaycan haqqında. Nə də Cənubi Azərbaycan haqqında. Heç bir fikir yoxdur. Bizim kitabımız, hörmətli prezidentimiz bu yaxınlarda məsələ qaldırdı ki, Azərbaycan tarixini yazmaq lazım. İndiyə qədər bizim tariximizi yazan Ruslardı, onların diktasıydı. İndi biz tarix yazmalıyıq. Prezidentin tapşırığını yerinə yetirməli ki, bizim tariximiz doğrudan da biz ermənilərdən də qədim tarixi böyük millətik. Biz böyüklüyümüzü sübut edə bilmirik, onlar kiçik olarlar, öz böyüklərini sübut etmək istəyirlər. Bizim Ermənistanda əhalimizin yaşamaması, oradakı ocaqlarımızın qaralması çox qədimidən başlayır. Yəni erməni özlərinə xas olan xüsusiyyətləri ilə, erməni birliyi ilə də, erməni hiləsi ilə cəmaatın çıxarılması və oradan təkdə bizim yurt yuvalarımız, ocaqlarımız dağılmalı, həm də bizim abidələrimiz dağılmalı. Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində olan bizim yer adları, toponimlər, hidronimlər, oykonimlər və epiqrafik abidələrimiz demək olar ki, öyrənilir. Ancaq bizim tarixlərin, xüsusən tarixin təşkili ilə məşğul olan, tarix elminin təşkili ilə məşğul olan Əlifsət Quliyev, tarix elmləri doktoru professorudur və tarix institutunun direktorudur. 67-ci ildə belə bir təşəbbüs qaldırdı ki, Ermənistan ərazisində olan bütün epiqrafik abidələr, eyni zamanda erməni mənbələri, Azərbaycan tarixinə aid olan erməni mənbələri, hamısı öyrənilməlidir. Bu məqsədlə Akademiyanın tarix institutundan xüsusi komissiya Ermənistana ezam edildi. O komissiyanın tərkibində mən də var idim. Biz Matemadananın direktoru Levan Paçikyanın yanında olduq. Ona müraciət elədik. Məsələnin aydınlaşdırdıq. Nə məqsədlə gəlişimizə müraciət elədik. Onlar qəti sürətlə etiraz elədilər. Biz oradan zədəllə köş peşman qayıtdıq. Lakin mənim sözümün əvvəlinə qayıdım ki, yad əllər əgər uzadılmışsa abidələrə, yad əllər uzadılmışsa, onlar saxlanılır müəyyən dövr. Mən şəxsən Veydibasar ərazisində özüm 100-dən artıq epiqrafik abidə yox, qoç heykəlləri, yəhərli, yüyənli at, qoyun və s. heykəllərin olduğunu qələm almışam, yazı almışam. Hətta mən deyim ki, Dədə Qorqud dastanları ilə səsləşən yer adları var. Üçün Bayandur yer adına təsadüf edib, Kotuz, Hortuz, bunlar hamısı Dədə Qorqud dastanlarında adları çəkilən adlardır. Üçün təsadüf deyil ki, Dədə Qorqudda belə bir yer var. Qalın Oğuz bəyləri atlandılar, Bayandur hasarına çapar etdilər. Bayandur hasarına çapar etdilər. Burada Bayandur sözü Dədə Qorqudda olan surətdir. Və maraqlı bir də orasıdır ki, Bayandur tayfasının adını 5-ci əsrin Sabir Müəllim bəyə qeyd elədiyi erməni tarixinin atası sayılan Marksist Franatçı da öz əsərində həmin tayfanın adını çəkir, 5-ci əsrdə. Deməli, bu ərazidə məskunlaşmış etnik qrupların, birləşmələrin, tayfa adları mən deyərdim ki, eramızdan əvvələ gedib çıxır və Dədə Qorqud dastanlarında olan adlarla tamamilə uyğun gəlir. Və buradan da çıxış edərək qeyd etmək lazımdır ki, deməli, Qərbi Azərbaycan ərazisində məskunlaşmış tayfalar, etnik birləşmələrin tarixi
bizim xalqın genezisini, mənşəyini öyrənməkdə möhtəbər mənbədir və bunları biz öyrənməmişik, indiyə qədər Sabir müəllim dediyi kimi səhv eləmişik, lakin bunu öyrənmək lazımdır. Təsadüfi deyildi ki, səhv etmirəmsə, yanvarın 31-də hörmətli prezidentimiz Heydər Əliyev cənabları akademiyanın üzvləri ilə, akademiklərlə və nüfuz üzvlərlə çıxışın, görüşündə də bu məsələni konkret ortaya çəkdi. Yəni 19-20-ci əsrin tarixinin öyrənilməsi və ümumiyyətcə tariximizin öyrənilməsi məsələsini ön plana çəkdi. Mən belə hesab edirəm ki, bundan sonra Qərbi Azərbaycan tarixinin öyrənilməsi diqqət mərkəzində olacaq və Azərbaycan tarixçiləri bu məsələyə xüsusi nəzər yetirəcəkdir. Əgər ki, biz bir qədər sonraki dövrlərə müraciət eləsək, 14-cü əsrin sonu 15-ci əsrin əvvəllərində Ermənistan, indiki Ermənistan ərazisində epiqrafik abidələrin olması bizim fikrimizi bir daha təsdiq edir. Məsəl üçün 1413-cü ildə Əmir Səidin oğlu Pir Hüseynin atası Əmir Səid üçün və ümumiyyətcə sülalə üçün Qubbəli Sərdabanın tikdirməsi və onun üzərində yazılması, hansı məqsədlə tikilməsi, yazılması onu göstərir ki, 14-15-ci əsrlərdə bu ərazi Əmir Səidin idarəsində olmuşdu, yəni o Əmir Səidi idarə etmişdi. İndiki Ermənistan ərazisində Azərbaycan mülkləri barədə bizi çəkilmə söz demək istəyirəm. Bunların adları da, məsəl üçün, indiki Xan bağı, Zəngi, Dəlmə bağı, bunlar çoxdur, güllü miqdardadır, bunların adlarını saymaq olar. Bir araçda onların Azərbaycanlara məxsus olduğunu dəlalət edir, dikt eləyir. Lakin Roma papasına söykənən Eçmədzin kilsəsi, Eçmədzin monastırı, onu da deyim ki, 3 məzzi deməkdir, onlar Eçmədzin adlandırırlar. 3 yerdən mövzə edilmək, 3 mənbər deməkdir. Bunlar müxtəlif yollarla həmin torpaqları, mülkləri ələ keçirməyə çalışmışlar. Təkcə onu demək lazımdır ki, 1431-ci ildən 1680-ci ilə qədər 23 Azərbaycanlı kəndini, kənddə olan mülkləri onlar ələ keçirmişlər, satın almışlar. Sonraki illərdə 1559-cu ildən 1721-ci ilə qədər isə 7 üzüm bağını və bir o qədər də şiraxananı satın almış, ələ keçirmişlər. Deməklə, demək istəyirəm ki, müxtəlif yollarla həmin mülk sahibləri, erməni mülk sahibləri Azərbaycanlıları sıxışdırmaq və mülklərini ələ keçirmək və bunu da güclü, iri erməni monastırının, kilsənin mülkiyyətini artırmağa meyl edirlər, çalışırlar. Və indiki Ermənistan arasında çoxlu bizim tarix Göyməçi, sonra dediyim kimi Vedibasar ərazisində olan tarix abidləri var ki, onların hamısı yalnız və yalnız Oğuz Türk abidləridir və Azərbaycanlara məxsus abidləridir. Onların heç bir abidəsi olmuyor. Mən başqa bir faktla müraciət edeyim. 17-ci əsrin əvvəllərində indiki Ermənistan ərazisində çoxlu Oğuz Türk tayfaları olub. Onlar təxminən, mən təkcə birinin adını çəkim, Oşaqan kəndi Moğanlı tayfası tərəfindən 347 il idarə edilmiş. 347 il, təxminən 3 əsr yarım. Bundan başqa həmin ərazidə Bayat, Kolanı, Ayrımlı və digər tayfalar məskun idilər ki, bunlar öz mülklərini idarə edirdilər, yaşayırdılar və əlbəttə başqa etnik qruplarla təməstaydılar. 17-ci əsrin tarixi faktlarına müraciət etdikdə İrəvan şəhərində mədəni etnik çərçivədə yalnız Azərbaycanlıların olduğunu iqrar etməliyəm. Ona görə ki, tarixi faktlar da bunu sübut edir. Ruslar tərəfindən Azərbaycan və Ermənistanın, indiki Ermənistanın zəbt edilməsindən sonra da məlumdur ki, Şavrov və digər tarixçilər 84.600 erməninin Türkiyədən və 40.000 erməninin
İrandan köçürüldüyünü qeyd edirlər. Bu qədər köçürmədən sonra yenə də siyahıya almada məlum olmuşdu ki, Yerevan şəhərində 11.436 nəfər ahalidən yalnız 5.338-i erməni olmuşdu. Bu faktı Şopun İstoriski Pamyatnik Armyanski Oblast, Sostoyanı Armyanski Oblastı adlı əsərində 1836-cı ildə çap etdirdiyi əsərində təsdiq edilir. Deməli, bunlar onu göstərir ki, indiki Ermənistan ərazisində həqiqətən də məskunlaşan, yalnız hələ qədimdən üzü bəri 19-cu əsrin sonlarına qədər yalnız Azərbaycanlılar olmuş, Oğuz Türklər olmuş, onların məskun olmuş, abidələr də onların olmuş. Mən belə bilirəm ki, bu veriliş bizim doğrudan da ağrımızı üzə çıxarır. Bizim ağrılarımız da bunlar. Azərbaycan tarixşünaslığının qarşısında bunlar bir problemdir. İndiki o vaxtlar əgər ki, ayrı-ayrı tayfalar, ayrı-ayrı etnik qruplar, mülk sahibləri bilərəkdən, bilməyərəkdən Azərbaycan torpaqlarını ermənilərə, Roma papası arxasında dayanmış ermənilərə satırdılarsa, elə indiki şəraitlə, indiki müasir mərhələdə bizim həyatımızda baş vermiş hadisələrlə bir qədər səsləşir. Ona görə ki, o vaxtda onların arasında görülmüş ki, müəyyən birlik olmayıb, torpaqları bir-bir pulun xatirinə satırmışlar. İndi də bizim 93-cü ildən 93-cü ilə qədər Azərbaycanımızda baş vermiş hadisələr, Talış Muğan hadisəsi, sonra başqa ayrı-ayrı qrupların təşkili, ayrı-ayrı hərbi hissələrin yaranması və qarşı durmalar, mən belə edirəm ki, torpaqların əlimizdən getməsinə səbəb olubdur. Qərbi Azərbaycandan Qarabağ. Bunlar hamısı, əgər o vaxtlar belə bir hadisələr, torpaqların verilməsi müəyyən plan daxilində, müəyyən düşünülmüş şəkildə edilsəydi, bəlkə də edilməməsi lazımdır. İndi mənə belə gəlir ki, o torpaqlardan biz uzaq olmazdıq. Orada bizim, çünki atamızın, babamızın, əcdadlarımızın qəbirləri var. Bunların hər birisi bizim üçün tarix, hər birisi bizim üçün tarix abidədir. Biz onları tərk etməliyik və bunları gələcəkdə də, mən əminəm ki, o gün gələcək, həmin gün qayıdacaq ki, biz o yerə qayıdacaq, onları öyrənilməsini, geniş miqyaslı şəkildə öyrənilməsini təşkil edəcək. İnşallah. Bugünkü ağrılar, bugünkü o tarixi sınaqlar biz nəslin üstünə düşübdür. Ermənilər saxlanışdırdıqları faktlarda görmüş ki, Ermənistan ərazisi çox böyük ərazi olub, əhalisi nə qədər olub, nə qədər olubdur. Amma əslində tarix faktlarının özünə göstərir ki, 15 əsr erməni heç dövləti olmayıb. Yəni 5-ci əsrdən başlayaraq Ermənistan deyilən dövlət olmuşdur. Belə bir dövlətin yaranması üçün Nazib Əliyyev çox ermənilər cəbhəşarlıq ediblər. Xahiş edirəm bu haqqında. Ermənilər elə indiki Ermənistan, yəni Qərbi Azərbaycan ərazisinə gəlməzdən əvvəl tarix yazıblar. Yəni o ərazilərə bunların ayaq dəyməzdən əvvəl o tarixi yazıblar, sonra tarixin izinə gəliblər. Belə ki, onlar öz tarixlərini Bibliyanın. Yəni qabaqcadan bu tarixi artıq ona yazmağa başlayırlar. Onlar Bibliya yoğunlaşdırıblar, yəni hadisələr baş verir, Arrat dağının ətəklərindən Hun gəmisi Arrat dağından yenir və s. və ilə axır. Yəni bunlar da öz tarixlərini Bibliya yoğunlaşdırdıqdan sonra və istər-istəməz o ərazilərə gəlib məskunlaşmalıydırlar ki, sonradan da desinlər ki, elə bizim dədə-babadan torpaqlarımız olub. Mən bir dənə kitab gətirmişəm, bunu erməni tarixçisi, həm də ki 10-cu əsrdə, deməli 27 il erməni katolikus olmuş Ovanist Raskana-Kirtçinin erməni tarix kitabıdır. Bu kitabda onun özü göstərir ki, deməli, hələ 4-cü əsrdə, deməli, Suriyalı Marabas Katina, hansı ki, Moses Xorenli onu özünün müəllimi hesab edir. Deməli, Suriyalı Marabas Katina, deməli, erməni çağırı Valaşın göstərişi ilə gedir İran hökümdarının arxivinə və oradan, deməli, o adam, həmin o Marabas Katina, Yunan və digər o dövrədəki dilləri bildiyinə görə
deməli, İran hökmdarlarının arxivindən müəyyən tarixi hadisələri üzünü köçürüb gətirir və ondan sonra Hovannes Sanatkerçi deyir ki, o gəlib danışandan sonra biz bildik ki, bəs biz nurdan törəmələrik, Torkumundan olan deməli, Hayk bizim deməli, bizim babalarımız, nə bilim, qəhrəman, nə bilim, sən demə bizim babamız imiş. Elə Torkum bizim babamız imiş. Və bunun əsasında tarixlərini qurublar, tarixlər yazılır və tarixdən sonra ermənilər həmin tarixin izi ilə gəlirlər bu ərazilərə. Və bu ərazilərə gələndən sonra da bunlara dövlət qurmaq lazım idi. Dövlət olmalı idi. Və Süleyman müəllim yaxşı dedi ki, demək bunlar sonradan o bizim deməli, xristiyan türklərinin hələ İslamı qəbul eləməmişdən əvvəl tikdirdikləri, o zaman deməli, kilsələr tikdiriblər, onlar xristiyan olurlar müəyyən müddət. Bizimkilər İslamı qəbul edən tədricən, hələ 10-cu əsrə qədər bizimkilər İslamı qəbul edənə qədər ermənilər həmin kilsələrə sahib oldular. İki Ermənistan ərazisinin kilsələrə. Və o kilsənin ətrafında Süleyman müəllim qeyd etdiyi kimi torpaqlar başladılar almağa. Yavaş-yavaş genişləndilər. Bu işdə də deməli, Roma papası onlar xeyli miqdarda, küllü miqdarda vəsait ayırmış ki, həmin deməli, erməni kilsələrinin ətrafından torpaqları alsınlar. Bu torpaqları kifayət qədər torpaqları aldıqdan sonra ermənilər artıq dövlət qurmaq üçün onlar elə fikirləşdilər ki, artıq bunların zəmin yetişib. Və bundan ötürü onlar Avropa ölkələrinə müraciət edildilər ilk dəfə. Birinci dəfə, birinci Şah Abbasın vaxtında elə 1608-ci ildə Xoca Səfər adında Şah Abbasın bir elçisi Roma papasına, Şah Abbasın məktubuna aparır, Avropa ölkələri dövlətlərin başçıları ilə görüşür. Hər dəfə onlarla görüşəndə o Esmiyyətin kilsəsinin də məktubunu təqdim edirmiş ki, bu Şah Abbasın məktubu, bundan bərabər də biz ermənilərin də sizdən iddiamız var ki, biz orada müsəlman şərqinin ortasında xristiyan kütləsi qalmışıq, bizə yardım edin ki, bizim burada dövlətimiz olsun. Məsafə baxımından Roma papasının Ermənistana maddi yardımdan başqa cür kömək eləmə imkanı olmadığına görə ermənilər fikirləşdilər ki, bu dəfə onlara arxa dura biləcək qüvvə Rusiya ola bilər. Gəlirlər, birinci Pyotrun qəbuluna. Birinci Pyotrun qəbuluna gələndə onlar deyirlər ki, bəs bizə Ermənistan dövləti qurmaq üçün xahiş ilə gəlmişik və bunlar... Birinci Pyotra qədər də onlar Rusiya müraciət edirlər. Bəli, birinci Pyotra qədər hələ 1660-cı Aleksey Mixayloviçin vaxtında, 17-ci əsrdə. Aleksey Mixayloviçin vaxtında deməli, vaxtilə Şah Abbasın İsfahana köçürdüyü erməni tacirləri deməli, Hindistanda düzəldilmiş bir almaz taxt və bu çox qiymətli fil sümüyündən düzəldilmiş, üstü yaqutla, zər və qızılla, gümüşlə bəzədilmiş bir almaz taxtı çara hədiyyə aparırlar ki, bu deməli, rəmzi Ermənistan çarının deməli, taxtıdır ki, siz eyni zamanda biz əgər Ermənistan dövləti qurmağa icazə versəniz, biz eyni zamanda siz deməli, erməni çarına da taxtına oturmağa imkanına malik olacaqsınız. Və ondan sonra deməli, birinci Pyotra müraciət edirlər. Birinci Pyotrda xeyli miqdarda hədiyyələr aparırlar. Qəribə burasındadır ki, o aparılan hədiyyələrin siyasi var, mətbuatda bunun haqqında mən məqalə çıxışlamışam. Oradakı bütün deməli, aparılan hədiyyələrin arasında yazır, əla türk, nə bilim, yəhəri, əla türk, nə bilim, üzəngisi, qızıla çəkilmiş, qızıl üstünə çəkilmiş, qızıl sapla tikilmiş və ilə hamısında da türk ifadəsini vurğuluyurlar ki, onlar bilirlər ki, Pyotr isti ölkələrə, İstanbula yiyələnmək istəyirdi və ilə o ehtiraslarını qızışdırmaq üçün onlar türk ustalarının hazırladığı hədiyyələr aparmışlar. Və ondan sonra da Yekaterinanın dövründə, 2-ci Yekaterinanın dövründə ermənilər ona deməli, hələ Nadir Şahın vaxtında, bilirsiniz ki, Nadir Şah qətlə yetiriləndən sonra saray talan edilir və orada ermənilər Nadir Şahın vaxtında sarayda ən qiymətli daşları uğurlamışlar. Bu, Lazarevin babası bunu uğurlayaraq aparmışdı Rusiyaya və onu, deməli, Pasxa bayram ərəfəsində aparırlar 2-ci Yekaterinaya ermənilər adından, yəni bunun rəğbətini qazanmaqdan üçün bunu Knyaz Arlova satırlar. Arlov isə bunu, deməli, aparır 2-ci Yekaterinaya təqdim edir ki, bəs bu ermənilərin düzəltdiyi, erməni ustalarının düzəltdiyi brilyantdır. Və bundan sonra bilirsiniz ki, deməli, 2-ci Yekaterina Suvorova, bizim o qəhrəman, nə bilim, tarixlərdən öyrəndim, Suvorova göstərir verir ki, Ermənistan dövləti qurmaq üçün yürüş hazırlasın. 1880-ci ildə. 2 plan hazırlanır. Sonradan bu plan baş tutmadıqdan sonra ikinci dəfə 1796-cı ildə yenə Yekaterinanın göstərişi ilə Zubo, deməli, Qafqaza yürüş edir. Sonradan deməli, ermənilərin artıq bu indiki Ermənistan ərazisində erməni dövlətinin qurulması üçün onlara, deməli, Çar 1-ci Nikolay müraciətlər olurdu və o 1801-ci ildə Gürcistanı, Şərqi Gürcistan əvvəlcə ilhaq eləyəndən sonra indiki Pəmbək, Lor Pəmbək ərazisində o zaman deməli Rusiyanın ərazisinə qatılmış oldu və ilk dəfə Ruslar deməli o əraziyə gələndən bizim Azərbaycan türklərinin, deməli Qərbi Azərbaycan türklərinin qaçqınlıq dövrü 1801-ci ildən başlayır deməli oradan Rus qoşunlarının oraya girməsi ilə. Və
Sonraki dövrdə artıq Süleyman müəllim bunlara hadisə qeyd elədi. Deməli 1800 İrəvan xanlığını işğal edəndən sonra, Rus qoşunları İrəvan xanlığını işğal edəndən sonra 1828-ci il mart ayının 21-də bizim müqəddəs bayramımız günü deməli 1-ci Nikolay fərman verdi ki, İrəvan xanlığı və Naxçıvan xanlıqlarının ərazisində deməli erməni vilayəti təşkil edilməsi haqqında deməli fərman verdi və bundan sonra İrandan Türkiyədən ermənilərin köçürülərək kütləvi sürətdə o əraziyə gətirilməsi prosesi başlandı və bu haqda söhbət mən qeyd eləmirəm və erməni dövlətinin, bugünkü erməni dövlətinin əsası bu cür qoyulmuş oldu. Və sonradakı dövrdə Azərbaycan orada deportasiyası, qaçqınlığı və sıxışdırılması müxtəlif mərhələlərlə deməli həyata keçirildi və nəhayət 1988-89-cu illərdə indiki Ermənistan ərazisindən, yəni bizim dədə-baba qədim Azərbaycan türklərinin yaşadığı ərazidən Azərbaycanlıların kökü tamamilə təmizlənmiş oldu və monoetnik erməni dövləti yaranmış oldu. Nazim müəllimin bir detalına mən əlavə eləmək istəyirəm. 1-ci Pyotrun nümayəndələri Zaqafqaziyada, Cənubi Qafqaziyada, Zaqafqaziyada çox güclü fəaliyyət göstərdilər. Mesela İsrail oradan başqa Avan Yüzbaşı, İvan Karapev, sonra ondan əvvəl 1716-cı ildə Artyom Valinski gəlmişdi Azərbaycana və İrana. Burada yerli əhalinin əhval-ruhiyyəsini öyrənməyə çalışırdı və təbliğat aparırdılar ki, Pyotr Azərbaycana və İrana səfər etməlidir. Hristiyan dövləti yaratmaq ideyası, 1-ci Pyotrun ideyası idi və öz nümayəndələrini əvvəlcədən göndərirdi, burada təbliğat işlə aparırdı, hazırlıq aparırdı. Hətta Çerkasskini əvvəlcə göndərmişdi Xəzər dənizində İlandan Həştarxana qədər öyrənmək və onu xəritəyə köçürmək lazım idi. Onu da elədi, çünki gələcəkdə burada ona lazım olacaqdı xəritə. Onu da həyata keçirdi o planı. Və sonra isə öz səfərinə başladı, o da yazırdı Pyotrun İran səfəri. Əslində isə bu Azərbaycan səfəri idi. Çünki Pyotr gəldi, hansı şəhərləri tutdu? Bakını, Selyanı, Dərbəndi, Şamaxını, bunlar hamısı Azərbaycan şəhəri. Burada İran şəhəri yox. Hamısı Azərbaycan. Gəldi Azərbaycanı zəbt edir. 1500 il ərzində dövlətçilikdən məhrum olan ermənilər bütün Avropada belə bir məsələ qaldırmışdılar. Erməni məsələsi. Bilirsiniz, bu şərq məsələsi belə bir məsələ var. Bu şərq məsələsinin bir hissəsi kimi erməni məsələsi qaldırmışdılar. Nədir erməni məsələsi konkret tamaşaçıların bilməsi üçün deyirəm. Türkiyənin ərazisində ayrıca bir erməni dövləti qurmaq. Buydu. Bunun üçün Nazim demişkən Romiyada müraciət elədi, Rusiyada müraciət elədi, Fransiyada, İngiltəriyada. Bunların hamısı söz verdi ki, biz məcbur eləyəcəyik, imperiya dağılan vaxt, məcbur eləyəcəyik ki, Türkiyə sizə avtonomiya versin, muxtariyyət versin. Bunların heç birisi vermədi. Verə də bilməzdi. Çünki Rusiya, Türkiyə müharibələrdə olub həmişə, əksəriyyətində də Türklər qalib gəlib. Hətta onu deyim ki, 1920-ci ildə yenidən ermənilər Türkiyə qarşı müharibə eləyəndə gəlib indiki Lennakan Gümrü deyirlər. Gümrünü, Kiravakanı, Batumu, Qarsı hamısını almışdı. Sonra Leninin təşəbbüsü ilə Lennakan, Kiravakan qaytarıldı. O vaxt qaytarılmasaydı erməni dövləti artıq burada da yarana bilməyəcəkdi. Televiziya şirkətinin rəhbərliyi belə bir ağırlı, acılı verilişi təşkil etməkdə çox böyük, qiymətli bir iş görür. Mən belə hesab edirəm ki, bunu bir verilişdə yox, serial veriliş aparmaq lazımdır. Təkcə Vedibasar və yaxud da Amasya gömrüyü deyil, bütün rayonların tarixi xırdalanmalı və burada ayrı-ayrı detallar araşdırılmalıdır. Bu çox gözəl olur. Biz də uğurlar arzu edirik. Sağ olun. Mən də bir şeyi arzu ederdim ki, biz bir Qərbi Azərbaycandan çox uzaqda Qərbi Azərbaycanı xatırlamayaq. Çünki Allah o gün nəsib eləsin ki, gün o gün olsun ki, biz qayıdaq bu ərazilərdə və yaxud siz dediniz, tarixi abidələrimizi özümüz araşdıraq, özümüz göstərək, özümüz tədqiq edək hamısını. İnşallah. Və o da bizim hər şeydən qabaq mənəvi hazırlığımız, yəni ki, bu şəkildə kitablardır, verilişlərdir hazırlamaq və sonra da bizim özümüzün gücümüz olmalı, təpərimiz olmalıdır ki, bu işləri görə bilək. Məhəsən müəllim, oxucuda, dinləyicidə belə bir fikir olana bilər ki, biz bəlkə bunlar elə-belə danışırıq, ancaq əlavə edim ki, dediklərimizə, bunlar hamısı mənbə əsasında deyilir. Bu mənbə Rus dilinə tərcümə edilmiş, sonra da bunun orijinalı və Rus dilinə tərcümə olunmuş
mənbələr əsasında bu faktlar üzə çıxarılıb, yazılıb, indi də dinləyicilərə, tamaşaçılara çatdırılır. Dünən yad ad, yad möhrü vurulan, bugün yad ayaqlar altında inləyən bu torpaqları unutmağa, ora qayıtmamağa haqqımız yoxdur. Zaman-zaman ermənilər vuran yaraları unutduğumuzdan dədə-baba torpaqlarımıza həsrət qalmışıq bugün. Neçə-neçə mahallarımız, şəhər kəndlərimiz biz sağ ola-ola özümüzə yaddaşdı. Tarixin bu ağır gerçəkliyini yaşamaq, ağırlı bir zamanın şahidi olmaq bizim taleyimizə yazılıb. Və o torpaqlara qayıdış üçün görəcək işlərin məsuliyyəti də bizim çiynimizə düşüb. Bu qayıdış hər birimizin içimizdən, əməlimizdən, gördüyümüz və görəcəyimiz işlərdən keçməlidir.